Benim sizinle bölüşəcəyim kalanan bu yer haqqında olacaq. Yahyanın müjdəsi 1-ci fəsil 17-ci ayədən. Deyir, qanun Musa vasitəsilə verildi. Lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. Amin. Şükür olsun Allahımıza. Orada hərdən belə baxıram, özümü burada görürəm, siz də yəqin eləsiniz. Məsələn, mən İsa Məsihdən əvvəl nə özümü Allaha yaraşdırırdım, nə də ağlıma gətirməzdim ki, mən Allah adamı olaram. Nəinki Allah adamı, hətta Allahın oğlu, övladı, balası. Sizlər də qızlarısınız, oğullarısınız. Mən ağlıma... Göstərdim də, diqqətli ol biraz. Yox, oranı dedim də. Biraz diqqətli ol. Şükür olsun Rəbbimizə. Belə də baxanda qızlarıyıq. Biz Rəbbin gəliniyik. Bəy isə odur. Və biz qızlar gəlinlərik. Bəyimizi gözləyirik. Kalama görə. O da problem deyil. Şükür olsun Rəbbimizə. Həmd olsun Rəbbimizə. Qanun Musa vasitəsilə verildi. Lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. Həqiqətən mən özümü burada görürəm bugün. Bu mənim üçün bir yuxudur, bir möcüzədir. Amma bilmirəm, bəlkə sizdən kim sizə bura gəlməsi adi bir haldır. Başqa evlər kimi bura gəlmişəm. Azərbaycanda o da belə sektalar, Allah evləri var ki, deyir. Ora olmasın, bura olsun. Adam var ki, məbədlər bir gəzir. Gəlir burada istədiyin ala bilmir, gedir o birisi məbədi. Elə gəzir, hələ gəzməkdədir, hələ gəzir, axtarıb tapa bilmir. Şükür olsun Rəbbim. Bir də bura kimsə gəlmişdi, bir imanlı qardaşdır, dilə şəfa verir. Hayır, burada nə qədər imanlar getdilər ki, bizə də şəfa versin. Şükür olsun, Rəbb buradadır. Əgər sənin inamın, imanın olsa, Rəbb sənə burada da şəfa verər. Burada da şəfa taparsan. Çünki Allah orada, burada deyil. Bir qardaşım Sübhan deyirdi, o bizim qəlbimizdədir. O burada, o sənin yanındadır. İman et və Rəbbin möcüzəsini görəcəksən. Bunu Rəbb Allah Martaya demişdi. Şükür olsun. Və qanun, və birinci burada qanun haqqında danışmaq istəyirəm. Qanun nədir? Ümumiyyətcə, biz bilirik ki, elə həyatda da qanunlar var. Hər bir şirkətin, hər bir müəssisənin, hər bir zavodun, məktəblərin, universitetlərin, hərəsinin özü görə qanunu var. Elə evlərdə də qanun var. Evdə də qanun var. Evdə qanun, atanın sözü qanundur. Elə deyil. Düzdür, elə ev var ki, arvadın sözü qanundur. O şey başqa şeydir. O evdə baş açmarsan kim hardadır. Amma atanın sözü başda olmalıdır həmişə. Atanın sözünü ana təsdiqləməlidir, oğul da təsdiqləməlidir. Onda o ev heç vaxt dağılmaz. Heç vaxt. Sonra qanun nədir? Ümumiyyətlə, qanun yaxşı şeydir. Bir şey deyil. Qanun nizam, intizam üçündür. Nizam, intizam olsun. Elə adi yolları götürək, indi bir məsəl gətirim. Elə yollarda bugün o qədər qayda, qanunlar var ki, yol hərəkət nişanları var. Dayanma, getmə, sağa dönmək olar, olmaz. İşarələr çoxdur və o yol hərəkəti qaydasını pozanına baş verir. Ya cərimə gəlir, ya yol polisi saxlayır. Elə mi? Sağ ol. Nə üçün qanun? Əgər sürücülər bir-birini başa düşsəydi, bir-birinə yol versəydi, o qanunlar qoyulmazdı. Qanunlar qoyulub ki, nizam olsun və hər kəs istədiyi yerə gedib vaxtında çatsın. Elə deyil. Elə. Amma bu qanun Allahın qanunundan gedir söhbət. Burada maşının yolu ilə yox, evlərə yox, bu Allahın yolu ilə Allaha tərəf gedən insanlara qoyulan bir qanundur. Qanun deyəndə birbaşa bizim gözümüzə o kalam əhlindən gedir söhbət, birbaşa gözümüzün qabağına Musa gəlir. Elə deyil. Qanun deyəndə 10 qanun Musa. Musa kimi nəhəng peyğəmbər olmayıb. Bütün peyğəmbərlər hamısı Allahın qullarıdır. Amma İbrahim Allahın dostu sayılır. Amma Musa vasitəsilə Allah elə nəhəng işlər görüb ki, Allahın onun etdiyi işləri başqa bir peyğəmbərlər görməyib. Yəni gör Allah nə etdi? Allahın xalqı
kölə idi İsraildə. Bu necə baş vermişdi? Yəni Allah İbrahim peyğəmbərə, yəni İbrahim Allahın dostu sayılır. Nəyə görə? İmanına görə. İbrahim iman etdi. Və nə oldu? Əməlləri ilə salih sayıldı. Elə deyil? Və əməli ilə salih sayıldığı üçün iman vasitəsilə İbrahim Allahdan vəd aldı. Vəd aldı ki, sənin nəslin mənim xalqım olacaq və 430 il qərib ölkədə köləlik edəcəklər. Və elə də olur. İsrail xalqı deyəndə deyim, bilməyənlər bilsin, İsrail xalqı Yahudilərdir, Allaha məxsus olan bir xalqdır. İsrail adını Allah Yaqub peyğəmbərə verib. Yaqub peyğəmbər İshaq peyğəmbər isə İbrahim peyğəmbərin oğlu. Yəni İsrail İbrahimin nəvəsidir və o İsrail Allahın xalqıdır. Bizdə eldə deyirlər ki, Yahudilər lənətlənmiş xalqdır. Xeyr, onlar lənətlənmiş xalq deyil. Yahudilər Allahın sevimli xalqıdır. Məsələn, mənim balam var. Kim öz evində o balasını tərbiyə etməz? Hə? Mənim qonşunun nə işim var ki, qonşunun balasını ağır neyinir? Elə deyil. Mən öz balamı nə edərəm? Tənbih edərəm. Çaşarsa, yolunu azarsa cəzalandıraram. Onlar da Allahın sevimli xalqı olduğu üçün, Allahın sözündən çıxdıqları üçün Allah həmişə onları cəzalandırır. Və bütün Allahın əhdi, vədi, sünnətlik əlaməti, bütün qaydaları, qanunları hamısı Yahudilərə gəlir. Və bütün peyğəmbərlərin də hamısı Yahudilərə yönəlib. Qədim zamanlarda, qədim dövrlərdə, müxtəlif vaxtlarda Allah peyğəmbərləri vasitəsilə öz xalqını xəbərdar edib. Allah və İsraillər 430 il kölə olurlar. Kölə bilsə nədir? Qul deməkdir. Qula nə buyursan onu eləməlidir. Onlar bilirlər ki, onların Allahları var. İbrahim, İshaqın, Yaqubun Allahları, onların Allahıdır. Amma 400 il kölə olmaq, 430 il. Onlar hələ onu görməmişdilər. Hələ onu tanımırdılar. Və Allah Musa vasitəsilə İbrahimə verdiyi vədi yadına salır və Musa vasitəsilə onları köləlikdən azad edir. Onlar Misirdə kölə edilər. Faraon onları kölə eləmişdi. Və çıxarır və onları səhrada Musa su istəyirlər. Musa çomağını qayaya vurur. Qayadan su içirlər. Acı olurlar. Göydən Rəbb Allah onlara manla, çörək göndərir. Onların qarşısında o qədər möcüzələr edir ki, siz təsvir edin, dəniz, qırmızı dəniz, yarılır, divar kimi. Sol tərəf, sağ tərəf dəniz, Allah öz xalqını qururdan keçən kimi qırmızı dənizin ortasından keçirir. Fikir verin siz. Gör Rəbb nə edib? Nəyə görə? Öz xalqını köləlikdən azad etmək üçün. Bu nə idi? Bu Allahın öz xalqına olan bir sevgisi idi. Məhəbbəti idi. Amma Musa Allahın məhəbbətinin, sevgisini onlara çatdıra bilmədi. Və Allah onlara qanunlar qoydu. Nə üçün? O xalqdan nizam, intizam yaratmaq üçün. Amma yazıdır ki, görün nə deyir? Deyir, beləliklə, qanuna əməl etməklə heç bir insan Allahın önündə salih sayılmayacaq. Çünki qanun vasitəsilə günah dərk olunur. Həqiqətən, qanun olmayan yerdə günah da olmaz. Qanun nə üçün qoyuldu? Yəni, insanlar günah etməsinlər. Amma əksinə nə baş verirdi? İnsan özünə asılı olmurdu, insan o günah edirdi. Və Musa'nın qanununa görə elə sərt qanunlar vardı ki orada. Məsələn, deyir ki, zina etmə, qatillik etmə, oğurluq etmə, nəfsini salma, qonşunun evində, arvadında, malında, eşyəyində, dövlətində gözün olmasın. Qarşısında başqa Allahlar olmasın. Bunlar hamısı qanun idi. Amma fikir verin, Misirdən çıxanda o xalq, oyun qardaşlar deyir ki, 1 milyondan çox xalq var idi. Çox idilər. Amma Allahın onları apardığı torpağa, Musa vasitəsilə, Allah onları Kənan torpağına aparırdı.
Amma onların çox az qismi xilas oldu. Cəmi 2 nəfər. Yeşua və Xalev xilas oldular. Amma qalanların cəsədləri səhraya sərildi. Nəyə görə? İtaətsiz olduqlarına görə. Çünki həqiqətən qanun yaxşı şeydir. Qanun yaxşı şeydir, amma gərək onu icra etsin. Amma yazıdır ki, əgər 10 qanun varsa, sən onun 9-una əməl edirsənsə, amma birinə əməl etmirsənsə, sən yenə günahkarsan. Gör nə deyir? Deyir, qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb, qoy qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən, hər kəsə lənət olsun. Aydındır ki, Allah qarşısında heç kim qanun vasitəsilə salih sayılmır. Çünki salih adam imanla yaşayacaq. Amin. Şükür olsun Allah. Və mən təsvir edirəm, Musa vasitəsilə qardaşım danışırdı, Musa vasitəsilə Allaha iman edən, fəriseydən, din xadimlərindən, onların həyat tərzindən qardaşım danışdı. Onlar da qanun Allaha əməl edirdilər, amma nə edirlər? Öyünürdülər. Özlərinə razı idilər. Və qardaşım deyirdi, o vergiyə necə baxırdı? Üstdən aşağı baxırdı. Yəni, mən sənin bütün qanunların hamısını, tələblərini icra edirəm, amma o günahkardır. O, sənin nə qanunu bilir, nə bir şeyi. Və deyir, şükür olsun ki, onun kimi günahkar deyiləm. Və deyir, oruç tuturam, dini bayramlarında iştirak edirəm, qurbanları kəsirəm, onu eləyirəm, bunu eləyirəm. Fikir və biz nə görürük? O şeyləri etməklə, yazı deyir ki, qanuna əməl etməklə heç kim salih sayılmayacaq. Öyle biz özümüz də heç Musa'nın qanunundan bir xəbər edik. Amma elə qanunlar da var ki, yazı deyir. Deyir, qanunu bilənlər qanunla mühakimə olunacaq. Qanunu bilməyənlər qanun olmadan da mühakimə olunacaq. Bu nə deməkdir? Yəni, qanunu bilməyən vicdanına görə mühakimə olunacaq. Biri çobandır. Nə Allahın kəlamını eşidib, nə səsini eşidib. O vicdanına görə mühakimə olunacaq. İndi vicdansız insan, o məlum məsələ nə olacaq? Amma vicdanlı insanlarda olur o şey. Biz özümüz də Allahın heç İsa Məsihdən əvvəl heç mən bilməzdim, bu qanunları mən bilmirdim, amma elə qanunlar var ki, o bizim qəlbimizdə yazılır. Mən heç o atam, anam demir ki, bu sənin bacındır. Amma mən bilmişəm ki, o mənim qeyrətim, namusumdur. O qanun mənim qəlbimdə var. O yazılıb. Biz çox şey bilirdik. Məsələn, bilirsən ki, zina eləmək olmaz. Arvadını dəyişsən başqası ilə, sən günah edirsən. Özü də ki, görüşə gedirsən, gizlənə. Qonşu görər, o görər, bu görər. Amma edirsən, niyə? Daxilində olan qanun sənə deyir ki, sən yaxşı iş görmürsən. Amma gedirsən. Fikir ver. Qanun sənə göstərsən, yaxşı iş görmürsən. Bu Pavel deyir ki, mən deyir, istəmədiyim şeyi edirəm. Bilirəm ki, yaxşı deyil, amma edirəm. Fikir verin, necə ki, o Misir dünya idi, Faraon isə şeytandır. O vaxt Allah Musa vasitəsilə xalqı çıxartdı. Xilas elədi, ikisi də xilaskardır. Musa vasitəsilə Allah öz xalqını xilas elədi, Kənan torpağına apardı. Amma bugünkü gün Allah yenə xilas etməkdədir, hələ bitməyib. Allah bugün oğul vasitəsilə insanları xilas edir. Oğul isə tək öz xalqını yox. Oğulu Allah göndərir ki, bütün bəşəriyyəti xilas eləsin. Və bugün həmin Faraon şeytandır. Misir dünyadır. Biz də gedirik. Biz də həmin səhradayıq. Hər birimiz. Amma bizim çobanımız, bizi aparan Musa deyil. Bizi aparan İsa'dır. Gəlin baxaqın, biz nə edirik? O xalq kimi giləylənirik bugün. Deyinirik. Narazısan? Bir çoxumuz unutmuşuq. Bugün çörəyə görə, suya görə, paltara görə, nəyə görəsə narazıyıq. Küsmüşük sanki Allahdan. Niyə? Unutmuşuq, biz kimin köləsiydik. Bir çoxumuz unutmuşuq, biz haradan çıxmışıq. Bugün bir çoxumuz burada özümüzü müqəddəs sayırıq. Sanki belə də olmalıydı. Sanki Allahın bizə borcu var idi. Yox. Kim ona nə verir ki, o da əvəzini versin sənə? Hər şey verən Allahdır. O bizi çıxardıb. Gəlin baxalım, biz o xalqa bənzəmirik ki. Biz qanun altında gedirik. Bəyən biz bugün Allahın o lütfünü həyatımızda nə qədər möcüzələr görmüşük.
Əllərinizə qaldın, kim möcüzəni görüb Rəbbim? Hamımız. Gəlin deyin, o möcüzələr biz qanuna əməl etməklə görmüşük. Hə? İman etməklə. Qanuna əməl etməklə biz o ruhu almadıq. Qardaşlarım, bacılarım. Qanuna əməl etməklə yox. İsa Məsihə iman etməklə biz o ruhu aldıq. Və həmin o ruh da aramızda, daxilimizdə o qədər möcüzələr göstərir ki, bu günə kimi. Amma bu gün də biz o xalq kimi narazıyıq. Daxilimizdə çox qanunlar var. Amma İsa Məsih bizə əsas 2 qanun qoyub. Bütün Allahın peyğəmbərlər vasitəsilə dediyi sözləri, qayda, qanunu 2 əmirdə, 2 qanunda tamamlanır. Allahın olan Rəbbi bütün ürəyinlə, bütün düşüncənlə, bütün qüvvətinlə sev. Yaxın isə özün kimi sev. Qanunla heç kim xilas ola bilmirdi. Qanun bizim üzərimizə ancaq lənət gətirirdi. Ki verin. Görün nə deyir burada. Deyir, qanuna əməl etməyə əsaslanan hamısı lənət altında. Çünki yazılıb. Qoy qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun. Aydındır ki, Allah qarşısında heç kim qanun vasitə salih sayılmır. Çünki salih adam imanla yaşayacaq. Biz bu gün iman övladlarıyıq. Gəlin baxaq. Görəyin, həqiqətən biz o imanla yaşayırıqmı bu gün? Rəbb İsa Məsih üzərimizə gələn o hökmləri gəldi öz üzərinə götürdü. Heç kimdə xilas yoxdur. Nə İlyas vasitəsilə, nə Musa vasitəsilə, hansısa bir peyğəmbər vasitəsilə sən Allaha iman etsən belə sən xilas olmayacaqsan. Çünki onlar sənə zəmanət vermir. Çünki Musa özü belə Kənan torpağına ayağını qoya bilmədi. Səni necə aparacaq? Əbədi həyata. İnsana zəmanət verən İsa'dır. O Allahın oğludur. O deyib, mənə iman edən ölsə belə yaşayacaq. İsa nə etdi? İsa həqiqətən Allahın oğludur. İsa'nı kimlər çarmıxa çəkdilər? Fikir verin, qanun lütfü çarmıxa çəkdi. Qanun mərhəməti qəbul etmir. Düzdür, qardaşlarla qardaşlar deyir ki, qanun yaxşı şeydir. Mən qanunu pisləmirəm. Qanun yaxşı, gözəl bir şeydir. İnsan yaratmaq üçün əla bir şeydir. Amma bir şey var ki, o qanun məni kamilliyə çatdırmır. O qanunda mən kahin kimi, din xadim kimi qəşəng kitab oxuya bilərəm, özümü ağılı saya bilərəm, dərs verə bilərəm, müəllimlik edə bilərəm. Amma həmin müəllim mən İsa söhbət eləmişdi. Nakdimonla. İsa ona ruhdan danışanda, yenidən doğulmaqdan danışanda, o şəxs, o İsrailin ən hörmətli şəxslərdən biri idi. Kəlamı əlinin içi kimi bilirdi. Müəllim idi. O İsa'ya qayıtdı ki, mən necə yenidən anamın bətninə girib təzədən doğulmalıyam. Fikir versiniz. Onun hər şeyi var idi. Qanunla sən o ruhu ala bilmirsən. Onun ruhu yox idi. Amma Rəbbimiz ona müqəddəs ruhdan danışırdı. Çünki bir kimsə İsa Məsihə iman etməsə, Allahın ruhundan doğula bilməz. Və Allah heç bir insanın qorxmasını istəmir. Allah Adəmi yaradanda onu yumruqla belə qorxuzaraq yaratmadı. Hökmlər qoymadı. Allah Adəmi sevib yaratmışdı. Allah insanı öz surətində yaradı. Sevib yaradı. Elə hər biriniz, burada bir çoxlarımız ata-anayıq. Bəyən balamızın yolunu gözləyirdik. Niyə görə gözləyirdik balamızın yolunu? Hə? Biz onu sevdiyi kimi, o da bizi sevsin. Əsas o balaca vaxtı bir dənə ata deyirdi, ata. Ata sözü deyəndə, ay Allah, atan, anan necə sevinir? O baba deyir, baba deyəndə adam ürəyə gedir. Balaca, bu nədir? Bu sevgidir. Allah da bizi sevib. Allah istəmir ki, sən qanunla, qorxa-qorxa ona tərəf gələsən. Allah istəyirsən, o səni sevdiyi kimi, sən də onu sevəsən. Və heç bir peyğəmbər Allahın məhəbbətini, sevgisini göstərə bilmədi. Nə İlyası, nə Musası, nə Davudu. Allahın məhəbbətini, sevgisini çatdıran yeganə bir şəxs var. Onun adı İsa'dır. O sevməyi öyrədir. O Allahı sevməyi öyrədir. Çünki yazı deyir. Yazı deyir ki, İsa'nı qəbul edənləri
ona iman edənlərə Allahın övladları olmaq haqqını verir. Və yazı deyir. Deyir, onlar nə? Bəşər arzusundan, nə kişi istəyindən, nə də qandan deyil. Onlar Allahdan doğulurlar. Amin. Və bugün biz hamımız burada qanuna əməl etməklə yox, iman etməklə baxın, hamımız o müqəddəsliyi əldə elədik. İsa Məsihə Allahın oğlu kimi iman etməklə bugün hər birimiz onun övladlarıyıq. Ona iman etməklə bizim həyatımız dəyişdi, baxışlarımız dəyişdi. Amma qanun bizi dəyişə bilmədi. Bugün qanun altına gedənlər var. Getməyəsən, get qanun altında. Bacım, qardaşım, get, yol açıqdır. Bugün də İsrail İsa'nı qəbul etməyib. Musa varsa Allah'a iman edirlər. Elə İsa'nı deyil, ora çarmıha çəkdilər də. Onlar çarmıha çəkdilər İsa'nı. Görün kim çəkdi. Dedilər ki, həmin o qanun altında gedən oğullar, kahinlər, dedilər ki, Allahın oğlu ola bilməz. O özünü Allah'a tay edir. Fikir verin. Gör nə oldu? Qanun Rəbbimizi çarmıha çəkdi. Gör İsa neynədir? İsa böyük bir iş görüb. Bunu dərindən düşünəyin və ona ehtinasızlıq etməyəyin. İsa gəldi hər birimizin əbədi həyatımız olsun deyə. Üzərimizə gələn o lənətləri öz üzərinə götürdü, bizim lənətləri. Və onu çarmıha qalxırsan bizə nə oldu? Bizim üzərimiz gələn o lənətlər, onu qalxısı çarmıha. Necə ki o günah ağacdan gəldiyi kimi, fikir verin, ilk dəfə günah ağacdan gəldi. Və İsa Məsih də həmin o günahı nə etdi? Qaldırdı, yapışdırdı gəldiyi yerə və dünyaya həyat gətirir o. Çünki İsa həyat ağacıdır. Şükür olsun Rəbbimizə. Gəlin ona ehtinasız göstərməyin. Həqiqətdə ruhda ona iman edəyin. Dildə, sözdə yox. Həyatımız boyu. Buradan çıxandan sonra da, evdə olanda da, yolda da, işdə də ona sadiq olağın. Ona sadiq bağlar olağın. Gəlin Rəbbimizi incitməyin. Bir şey bil, sən günah edəndə Rəbbimizin yaraları açılır. Çünki bizim günahlarımızı onun qanı yuyur. Bax, sən bugün Rəbbini nə cür sevirsən? Nə cür sevirsən? Onun üçün günahdan qaç. Onun üçün bugün gəlin, dəyişəyin. Gəlin Rəbbin istədiyi kimi ona qulluq və hörmət edək. Çünki biz qanunun altında deyil, lütf altında yaşayırıq. Həqiqətən. Çünki yazı nə deyir? Zira Allah dünyanı elə sevdi ki, öz bircəcik balasını ona qurban verdi. Allah bunu ona görə etdi ki, ona iman edən heç kəs ölmə, yox, əbədi həyata malik olsun. Və Allah dünyanı mühakimə etmək üçün deyil, oğul vasitəsilə xilas etmək üçün göndərib. Onun üçün dəyişəyin, bacılarım, dəyişəyin, qardaşlarım. Həqiqətdə ona iman edəyin. Həqiqətdə onun sözlərində yaşayağın. Onu qırağa, kənara atmayağın heç vaxt. Bu işdə xeyir dua versin. Kim özünü gördüsə, o çıxsın qabağa və tövbə eləsin. Rəbb tövbələrimizi qəbul eləsin. Qoy Rəbb bizi dəyişsin. Dəyişəyin. Rəbbin istədiyi kimi həyat sürəyin. Amin.